Bakayım. Sen evvel tripodun zaten oldu. Evdə də çoxdan çək. Sen kamerada da aldın yediğin, sonra şey Her yani. şeyi de aldın ya. Kamera, ya fiş var falan var. Lensler uzaklar aldı ya. Deməli, Mən uşaqlar ona görə bugünkü sualımız ki, arısa təxminən 5 ayda heç bir vlog çəkilmir. Düzdür? Bazarda yok. Fəaliyyətimiz dayanır. Yəni ən son çəkdiyimiz Her ne kadar karıştı ki unuttuk biz bu vlogu. məzun vloqundan bir gün əvvəl vloqdur. Yəni ən son çəkdiyimiz məzun vloqudur. Ən son paylaşdığımız məzun vloqundan əvvəl bir gün vloqdur. Yəni oradan da iyul 26, avqust 26, sentyabr 26, oktyabr 26, noyabr 5 ay keçib düz. Bu 5 ay ərzində niyə video yox idi? Birinci Məhəmməddən başlamaq istəyirəm. Yəni Məhəmməd bu 5 ay ərzində həyatında nələr dəyişib? Mezundan beri. Hə də yəni. Qardaş təcrübəçilik oldu ancaq. Və detallı danış da xahiş edirəm. Getdim birinci bankda təcrübəyə. Hansı bank? Adını deməyim. Reklam olmasın. Yaxşı. Sonra Nə qədər təcrübədə oldun 20 orada? 20 gün falan idi orada. Nə qədər maaş verirdilər? Maaş vermirdi. Maaşsız işləyirdi. Neçə Sonra neçə saat? 4 saat zaten. Sonra inelim Mehmet. Sonra bir dənə agentlik tapdım. Hə. Dostumun tövsiyəsi ilə. Bir dostumuz var. Əvvəl bakalavrda bir yerdə oxumuşam. Hə. O da vlog satsa şimdi. Buranı biraz tezki çək. Bura mən. Nəysə getdim ora 22 gün qaldım. Çıxdım oradan, bəyənmədim. Hə, keç. Bəyənmədim. Sonra nə oldu? Sonra universitet başladı. Aha. Sonra Nə universitet? magistr da yəni. Magistrə daxil oldun. Bəli. Hansı universitetə? İqtisad universiteti. Yenə. Bəli. Hansı ixtisas? Marketing. Yenə. Böyle sahne kadar görmem. Və korpusda bilirsən haradır? Semaşka. Yenə. Bəli. Yəni belə çıxır ki, 2 il sonra yenə məzun vlog gələcək. Bəli. Bəli. Ay amma. Hə, sonra həmin vaxtı Şimdi sonra. part 2 ildən sonra hə olacaq Part, yəni. part. Part Nədir? Nəsə söz tanış gəlir mənə. Hə. Hə, neçə? İndi və sadə işləyirsiniz. Bir yerdə işləyirəm agentlikdə. Hə, başqa nə? Bəli. Neçə aydır artıq burada fəaliyyət göstərirsiniz? 3 ay oldu, 4-cü aya girmişəm. Heç nə. Orada hələ də davam edir fəaliyyətim. Sevirsiniz buranı? Bəli. Yəni yaxşıdır. Heç nə. Orada davam edirəm. İşləyirəm hələ ki. Dərs, iş. Da. Belə həyatımız belədir. Bəs yorulmursunuz? Yoruluram. Bəs niyə yenidən marketing oxumağa qərar verdiniz? Axı 4 il oxumusunuz bu ixtisası. Niyə yenidən 2 il? Çünki fikirləşdim ki, başqa ixtisasa vaxt sərf ediləcən, elə öz ixtisasımı oxuyum, biraz da Həvəsiniz var idi yəni Bəli. magistr oxumağa. Xeyr. Bəs niyə oxudunuz? İş səbəbi Səbəbi burada deməyək. hər səbəbi burada deməyim. Yaxşı. Hə, dayan. İndi Amin bəyə keçirəm. Hə. Amin bəy, salam. Artıq sizlə 5 ayını görürüm. Vay. Yəni izləyicilər görürüm. Tarıqsız mənim üçün yazarsan. Komentdə rəy bildirir. Komentdə rəy. Siz niyə yox idiniz Amin bəy? Siz bu 5 ayda Mənim necə nə etdiniz? biraz qarma qarışıq oldu. Girdi Mən bir-birindən. bilirsiniz nə vaxtdan başlamaq lazımdır? Yəni iyunun 27-sindən. Yəni İyunun 27-sindən artıq mən səhər durdum, özümə iş axtarmağa başladım. Gördüm tapamıram. Sonra bir nəfər mənə söz verdi. Turizm işi. Girdim turizmə. İşlədim hardasa orada, vaxtım getdi, yəni əməli baş. Daha da o şey elədim onu hətta. Birdən-birə tapmadım. Getdim kursazada, nə bilim belə elə uzandı. Gəldim, çıxdım avqustda, sentyabra, işlərim 1 ay. Sentyabr, oktyabrı. Gördüm yox, bu iş mənlik deyil. Ya, orada da təcrübəsi oldum da, yəni ki, tam işləmədim. Dedim mən çıxacam işdən, çıxdım. Hardasa oktyabr. Daha sonra yenə iş axtarmağa başladım. Hansı ki, mən sizə bunu 3 ay danışıram. Yəni bu az bir müddət deyil. Yəni 3 ay ərzində hər gün bunlar yaşadım. 100 dənə CV zat. Axırda yeni hələ noyabr ayında yeni bir iş tapdım. Orada daxil oldum. İndi o işlə məşğulam. Yenə mən də eyni Məhəmməd kimi daha sonra magistrə daxil oldum həmçinin. siz hansı ixtisasa daxil oldunuz? Mən də biraz o həyatım kimi ya da qarışıq oldu. İdarə etmə ixtisasına daxil oldum. Amma siz
mən bilən siz makine ixtisası oxuyursunuz. Bəli. Amma indi dövlət idarədən alacağam. İnşallah görək də. Bəs siz Hə. hansı iş üzrə işləyirsiniz hal-hazırda? Mən hal-hazırda bir reklam agentliyində content yaradıcısıyam. Bəli. Yarada bilirsiniz. Başdan ayağa yaradıram özüm. Belə yaradıcı bir şəxsəm. Mən nə yalan deyim valla. Həvəslisiniz də yəni. Kitabını belə yazacağam yaxın Belə vaxtlarda ki, necə content creator ola bilərsiniz. Oxuyarsınız, xahiş edirəm, alıb oxuyarsınız. LinkedIn-də paylaşım eləmirsiniz? LinkedIn-də xeyr, LinkedIn Hələ yalan. ki yox. Hələ ki yox. Hələ ki fikirləşirsiniz. Hələ ki Tezdir. fikirləşmirəm, hələ ki tezdir. Bir də gördünüz məni. Dedilər, sən content creator yox, CEO eləyirik, müdir eləyirik. Hə, onda paylaşıram. Onu gözləyirəm yəni ki. Tamam. Yəni belə həyatım belə davam edir. Yəni dərs, iş, Bəs siz arada bir bəzi şeylər də var, onlar da belə. Bəs siz bu 5 ay sizin üçün uğurlu keçdi ya necə? Yox. İstədiyiniz kimi keçmədi. Yox, istədiyim kimi keçmədi. Yəni- Gözləntəm böyük idi, o gözləntilər qarşılaya bilmədi. Bəs Universitetdən sonraki həyat sizdə gözləntiniz böyük oldu onda beləsə. bəli, yəni o mən qarşılaya bilmədim, ona görə biraz pis oldu. Amma ki sizin hələ 21 yaşınız var. Tək. Sizin həyat qabaqda. Tək görək də, tək elə olsun. Bəlkə dövlət idarələri olur, bilmək olmaz. Nə olmaz. Hə, yəni 2 il o da var. var. Yəni 2 il ərzində çox şey edə bilərəm əslində. Bəxtimiz açılsa görək də nə olur, nə baş Sizə verir. ümid edirəm ki 2 il sonra yenidən məzun vloqunda görəcəyik. Minnətdaram. Bu aralar istəyirik ki vloqları biraz artıraq. hı. Yəni son və həftədə bir dəfə də olsa vloq gəlsin. İşdən vaxt tapa bilmirik, əziz izləyicilər. Ona görə Yəni vloqlara biraz məşğul adamıyıq, iş adamıyıq, Vloqlara dərs biraz adamıyıq. ara vermişdik. Yəni heç vaxtımız yoxdur. Mən yəni belə düzün deyim, səhər 9-da evdən çıxıram, axşam 11-də evə gəlirəm. Yəni mən yazıq nə edeyim yəni? Həyatda qalmağa çalışırıq, belə deyim sizə. Və həftədə bir vlog gəlmə ehtimalı da Azdır. söz verilən bir şey deyil. Yəni o belə yəni ehtimal. Məsələn bu Ayda 2 dəfə məncə olar. məsələn bəy həftə içi də işləyir. Həftə sonu belə işləyir Yəni yəni. uşaq həftə sonu belə işləyir. Çox Yazığı məsuliyyətli bir kim uşaq. yazır? Bax kimi WhatsApp-dan yazırlar məsələn. Uşaqdan yerə description istəyir, hə? Gəl görüm mənim kimdir. Sizə kim yazmalı mı? Bizim qrup bağlı. Sizi deyəcək işdən çıxarır. Geçen ben işləsəm, qrup gəlsəm ya. Qrupun fotosu getdi. Dəli oluram mən. İndi bayaq bir şey eşitdim. Bayaq bir məlumat aldım. Aha. Yəni onu eşitdim, dəli oldum. Və bu məlumat mənə çoxdan verilməli idi. Amma verilməyib. Buradan bəzi verilsə nə edəcək? verilsə də yenə belə dəli olacaqdım. Hə. Nə bilim. Və bu məlumatın mənə gec verilməsində əməyi keçən hər kəs Söyləmək olmaz. hər kəs nə bilim artıq qınanmalı insanlardır və cəmiyyətdən uzaqlaşdırılmalı. Amma bir də gedib elə şeylər elə qanaq. Yəni mən deyim, yəni özünüz başa düşün ki, mən çalışacağam bir də mahnıya qulaq asmayım. Bir də heç kimə qələt eləyim, mahnı atmayım. Heç kim mahnı deməyim. Spotify sileyim bir dəfəlik və mahnıları bundan sonra Google-da Sən mənim var, sənin tövsiyə edirəm. Orada Instagram aplikasiyası. Onu belə bassan üstə, sonra sil bax. Onu bassan gör nə olar da. Hə, proqramın üstünə basacağam, sil. Instagram. Bir Aşı də- bir sən nə var? Telefonum verməli, mən sənin telefonunu knopkalı belə işləyir. Ayıl verirsən, sonra bağlayırsan, başqa işləyirsən. Hə, nə qədər yəni? Yo, o qədər pulum yoxdur ki. Dəxlim yoxdur o qədər. Sən nə işdirsən arkadaş? Ne pulum yox? Hara gedir pullar? Evet, çörəksən pulları. Kartdan çıxır öz-özünə, bilmirəm. Vergilərə gedir. Buyur ona yerə. Mən belə şeylər var. Axır kimdənsə bir yerlə pul təşkil istəyirəm. Ne değil ya bu? Hə. Sən nəysə. Danış da. Deyəcəydim ki, sən bəzi məsələləri müzakirə səbəb etsən, mən də belə cavabını verəcəm də. Ne deyirəm bugün? Neyini indi deyim ki, kimsə privdə paylaşım. Bilən bildi dayı.
yoxdur. Heç kim bilmədi üçümüzdən başqa amma nəysə də. Adı vurup bitsin. Adam mısın? Dedim Sen- vursun. Amin dedi. Nəli dönər aldın? Mən. Çiyələkli. Hə. Sən nəli dönər aldın abi? Məhəmməd çiyələyini. Armudlu. Nəli? Armut. Onu necə salfetkada baxma ona. Yaşıl salfetka. Nə oldu? Amin suydu bura getdi. Değil. Suymuş. Auto değil. Şalvar quru. Amin deyir otur da. O hiss eləmir, o şalvar qalındı. Təkcə şalvarı. Bilmirəm də. Neçə olsun Amin? Tamam. Məhəmməd, iyi bir dənə baxın. Necədir? Neçə olsun? Baxın. Onun üzərinə neçə? 8. Amin. Onun üzərinə neçə? Etli. 7. Neyim? Ne bir şey yiyor ha. Çok bir şey yiyor. Amin necə yerdi buralar? Çok bir Səncə gəzməyə dəyər? 100 saat. Adamlar çoxdur amma. Alan koklar. Ətrafı çəkə bilərsən əslində. Hayır. Mən Amini çəkmək istəyirəm. Tamam. Ətrafı çəkməyə ehtiyac yoxdur. Onsuz buranı hamı bilir. Haradır bura? Haradır bura? Bura haradır? Amin haradır bura? Soyuq əllər Üstü nələr? istiyor. İstiyor ne deyirəm? Hədə yaxşı. Hədə nə edirsən? Niyə fırlanırsan yerində? Get də qurban olum deyə Sonra yıxılasın. flaşı açtı bayağı. Alın bize bak. Gözlə. Amin. Telefonun neyini sana? Yo, mikrofon da bu ucu. Yeni ildə nə etməsən? Mesaj gələcək. Yeni ildə yaxşı belə tuturam. Yeni ildə planların, yeni ildə nə etməsən, yeni ildə necə girmək bunlar haqqında danış. Yeni illə planlarım planımın olmasıdır. Söndürə bilər. Çünki mən planı yaşayan Elə bu biri deyirəm. qədər. Mən anı yaşayan biriyəm və yeni ildə də anı var. Nə? Üçüncü dəfədir bu sual gəlir mənə. Yeni ilə neyi yeyəcəksən? Mənim planım yoxdur. Planım yoxdur, hələ ki plansızam. Yaxşı, Hələ yeni bir ay ildə süfrədə nə olsa səni bu xoşbəxt edər. 3 bacı da olmaz. Başqa? Stoliçin öz yerində. Bir də nə bilim kebab Yeni ildə olsun. evdə oturanlardansan, yoxsa çöldə düzlənənlərdansan? Oturanlardanım yerində. Məsələn, evdə oturub nə edirsən yeni ildə? Yəni saat 12 olur. Nə edirsən? Məsələn, 12 Yox. olanda stolun altına girib üzüm yeyirsən. Yox, çıxıram bayıra evrənə mesaj göndərirəm. Yəni belə trendə inanırsan yəni ki, üzüm yeyəndə Onu yaxşı şeylər olacaq. yox, sənin sənin yediyin Deyir. meyvə ilə əgər sənin həyatın düzəlirsə mən Hansı olan olacaq? Son yoxsa tabletkanın altına girirəm mən. Hamamdakının. istəyirsən üzüm yeyirsən. Keçən il qaçırtdım 15 dənə yedim. Ona görə heç nə olmadı. Qardaş, Üzüm, üzüm deyirsən. üzüm yeyərək mənim həyatım niyə yaxşı olsun, yəni. Ona inananlar var. Hə, niyə sırf 12 dənə də? Hər ay bir dənə yaxşı şey olsun, o deməkdir. O Hə, o deməkdir. demək. 5 dənə yeyib, 5-ində yaxşı olsun. Nə bilim, sən yediyin meyvə sənin gələcəyinə necə təsir edə bilər? Ben şeydim ben. Gələn mən neçə kilo yeyim onda? Ben üzüm yemem, nar yedim. 1000 dənə. Görsən, Armud. Samad nar Bir yeyir. dənə yaxşı sual yarandı məndə. 2026 üçün Hansı meyvələr? hədəfləriniz 3 hədəf. Nə olsa xoşunuza gələr? Yəni birinci yəqin ki işlə bağlıdır. Nə işlə bağlı nə? İşim yaxşı olsun, maaş qalxsın. Yəni ya da ki İşdə rahatlıq yoxsa maaşın çox olmalı? Rahat iş, az maaş yoxsa çox maaş? az rahatlıq. Hə. Amma səndə mən bilən indi az maaş, az rahatlıqdır. Məndə maaşsız və rahatsızlıq var. Maaş yoxdur. Rahatsızlıq və stipendiya var məndə. Tamam, bəli olub. Yaxşı, bəs işi başa düşdük. İkinci nədir? Kurs ola bilər, kurs götürürəm. Hansı kurs?
Mən özüm ixtisasıma bağlı rəqəmsal marketinq ya da ki Məhəmməd, əgər qardaşım biri demişdi AI kursu zad o ağlıma. Məhəmməd, əgər ki bir kursa getmək istəsən, sənin ağlına bir şey olmalıdır ki, mən bu kursa getsəm. Nə bilim, bəlkə. Amma bilirəm hansına gedəcəmsə, bir-iki dənə yer var, amma deməyim də, yəni ad çəkməyim, reklam olmasın. Mən olsa ixtisasım lazım, mənə lazım deyil. İxtisasım marketinqdir. İxtisasım bilirəm marketing. 4 il oxumuşuq axı bilirəm. Bəs yaxşı. Sənin üçüncü və son hədəfin nədir? Bizə danışacağam. Yəqin ki, hədəflərin çoxdur, sadəcə mən səndən üçünü soruşuram ki, yəni gizlilik olsun. Sən məni görürsən. Yəni üçüncü hədəfim yəqin ki bir şey var, prosta demək istəmirəm. De də. Deyim. Evlənmək istəyirəm. Abi yaxşı dedi. 2026-da. Nə bilim, ağlıma saldı birdən-birə. Çox tez. Hədəfim deyildi, amma Content creator. Çox tez deyil səncə? Çox tez. Neçə yaşınız olacaq 2026? 2026-da 22 yaşım olacaq. 22 yaşda evlənmək. Çox pisdir. Bəs demirsiniz ki, yəni əskərlik falan var. Var. İş, maaş sizi qane eləmir. İdeal yaş Neçədir? əsgərlik üçün. Əskərlik üçün? Evlənmək üçün. Hə. Hardasa deyim də sənə. 26-da 22 olacağam. 27-də gedirik də biz əsgərə. Yox. Hə. 23-də. 2027-də. Hə, 2027-də. Hə, hə. 2027-də. Elə bilim yaşı Onda deyirsən. əsgər gedirik. Onda hardasa 28-də qayıdır. 27-də evlənmək olar elə bir. Əskəriyə gedəndə Evlənmək evlənmək. qardaş, əsgərlikdən yox Əsgərdən qayıdan- yaş olaraq dedim, yaş olaraq 27 Hə. yaşında. Bu Amin bəy nə göstərirsən? Nə yazıb Amin bəy? Nə? Alimdən Alim- soruşublar, bu dünyada əbədi olan nədir? Alim cavabında deyib, müvəqqəti çətinlik. Yaxşı. Bu kişini tanıyırsınız. Amin bəy, bunu bizə niyə göstərirsiniz? My content creator. Content creatorsınız. Yəni artıq məncə bütün izləyicilərimiz bilir ki, siz content creator. Mənə zəhmət Çünki artıq olsun. bunu hər kadrda dedim. Kimə content? Bəs Amin, Hər 1 saniyəlik kadrı 3 eyni sualı sizə də verəcəm. 2026 üçün hədəfləriniz nədir? Hədəfim olmamalı. Sən nəsən? Amin, sən özünü marifman istəyirsən, yəni sən Kofimofida Bəs oturmuşsan. statistika baxıram ona görə. Sən buna Kofimofidan çıxandan sonra sual verə, 100% desə cavabın olacaq. Mənim hədəfim yoxdur. Mən hədəfsiz biriyəm. Elə bir şey ola bilməsə halal. Allah elə. İnsan hədəf olmadan yaşaya bilməz. Yəni yatanda demirsən ki, keşke olardı, mən özümü daha 100% demirsən. Yəni bu saat Çaşçılarla nəyizlərlə yaşamıram. Çaşçılarla nəyizlərlə yaşamıram. Mən anı yaşayırsan sən. mən anı yaşayıram. Nə varsa onunla yaşayıram. Nə Bugün var, sabah yoxdur, olmaz. Sən o mentalitetlə Günahında yaşayırsan. fikirləşmə. Bəli. Yəni 3 günlük dünyadır. Bəli. 3 gün dünyada 5 gün işə Bəs gedirəm. 3 günlük dünyadır mentaliteti ilə yaşamaq sənə hansı zərərləri gətirə bilər? Mən heç bir zərər gətirmirəm. Məncə gətirə bilər. Xeyr. Yaxşı hansı müsbətləri gətirir? Xoşbəxt hiss edirəm özümü. 3 gün. 5 gün. Onda 5 günlük dünya. Xoşbəxtliyi yaşamaq istəyirsinizsə, çalışın hədəf qoyun qarşınıza. O hədəflər sizi üçün sürüdəcək, öldürəcək, xoşbəxtliyi unudacaqsınız. Və bir də görəcəksiniz ki, həmin o xoşbəxtlik üzrə attığınız addım var, əksinə sizi bədbəxt edir. Hansı ki, öz yaşadığınız xoşbəxtliyi unutmusunuz. Sən də ekran sürən təsadüfən 25 saat deyil. Bunu yadınızdan çıxartmayın. Ha. Məncə Amin, sənin yaxşı bir cavabın olmalıdır. Cavabı biz qəbul eləmirik. Nə izləyicilər, nə biz. Əsas biz. Qəbul eləmirik. Mən belə fikirləşirəm. Sual bu videonun altına kimsə yazacaq. Kim nə yazır? Nə bilim kimsə nəsə yazacaq. Nə yazıb bilərlər? Nə bilim. Kim? Nə yaza bilərlər ki? Nə yazır? Nə yazır? Kim nə yazır? Səni səhv çıxara biləcək bir Kim sən cümlə səhv yazır. çıxarır da? Yox, qardaş nə bilim. YouTube-da Amin, hamı sənin orada kimsə olsa. səhv çıxara bilər? Burada da Sənin, yəni 2026-sın olsun və yaxud sonraki illər olsun. Mənim sadəcə bir dənə hədəfim və məqsədim var. Ne zaman bir şeyi çok istesem, en beklenmedik şekilde o şeyin olması engelleniyor. Sanki bir şey istemek tüm evrende ters tepiyor ya da ben lanetliyim. xoşbəxtliyi nədən tapacaqsan? Xoşbəxtliyimi Xoşbəxtliyi harda tapacaqsan? sevgin.